Salam uşaqlar. Deməli, bugünkü dərsimizdə kvadrat kök, həqiqi üslü qüvvət, bununla bağlı vuruğun kök altına salınması, vuruğun kök altından çıxarılması, irrasionallıqdan azad olunma, bunlar haqqında danışacağıq. Bir də irrasional ədədlərin müqayisəsi ilə bağlı. Məsələn, burada misallara baxaq. Vuruğu kök işarəsi altından çıxarın. Məsələn, kök altında 12 var. Burada vuruğu kök altından necə çıxararıq? 12-ni 4 vur 3 kimi yazsaq. 4-dən kök alınır, elə deyil, necə çıxır? 2 çıxır, burada da kök altında 3 qalır. Sonra var kök altında 450. Gəl görək bu 450 necə yaza bilərik? Əvvəlcə bu 450-ni biz 9 vurulsun necə kimi yaza bilərik? 50 kimi yaza bilərik. 50 də nə deməkdir? 25 vur 2. Yəni biz bunu 25 vur 2 vur 9 kimi yaza bilərik. 9-dan kök neçə çıxır? 3. 25-dən neçə çıxır? 5. 2-də qalır kökün altında. 3 5-in 15 kök altında 2. Başqa, məsələn, kök altında 32. Bu misala baxaq. Kök altında 32 bölünsün 6. Əvvəlcə bu 32 ilə 6-nı burada ixtisar eləyərik. Burada neçə düşər? 16. Burada düşər 3. 16-dan kök neçə çıxır uşaqlar? 4. Bu 3 də qalır kökün altında. İndi bunun irrasionallıqdan azad olunması da var. Onu da göstərərik. Sonra məsələn 5-də 4 vurulsun. Kök altında 125. 125-i necə yaza bilərik? Kvadrat vurulsun hər hansı bir ədəd formasında yazmalıyıq bunu. 5-də 4. Belə də yaza bilərsiniz. Bax, satın tapa bilmiriksə 25 vuru 5-dirsə 125-i vuruqlarını ayıraram. 125 5-in kubudur da, elə deyilmi? Yəni 5 vur 5 vur 5. Burada 5 vur 5 25 elədiyinə görə bunu 25 vur 5 kimi. Buradan da 5-də 4 vurulsun. 25-dən kök 5 çıxır. Bu 5 də qalır kökün altında. 5'ler buradan geçse alaram 4 kök altında 5. Aydınmı? Bu belə. Və yaxud da ki, məsələn, verib kök altında 48. Üzərinə gəlsin kök altında 27. Üzərinə gəlsin kök altında tutaq ki 12. Və belə bir misal veribdir. Deməli, bu 48-i biz necə yaza bilərik? Nəyinsə kvadratı vur nəsə. 48'i biz 16 vur 3 kimi, 27'ni 9 vur 3 kimi, 12'ni də 4 vurulsun 3 şəklində yaza bilərik. 16'dan kök neçə çıxır? 4, 3 qalır kökün altında. Yəni 4 kök 3 deməkdir. 9, 3, bu da kök altında 3. Bu isə 2 kök 3 deməkdir. Bunları da topladıqda bizə nə verir? 4 kök 3 də gəlsin 3 kök 3 də gəlsin 2 kök 3. Və burada da bunun toplanma qaydasını göstərim. Bu neçə eləyir? 7, 9 kök 3 eləyir. Necə toplayırıq? Bu kök altda 3'ə bir x kimi baxsaq. Məsələn, kök altda 3'ü ortaq vuruq kənara çıxardanda burada nə qalır? Vurma deməkdir, bax bunlar. 4 üstə gəl 3. Üstə gəlinsin 2. 4, 3 toplandı. 7, bu da 2, 9. Aydındır. Yəni bu, buradakı eyni bir ifadələrə, yəni 2 kök 3 ilə 5 kök 3'ü toplaya bilərik. Neçə eləyir? 7 kök 3 eləyir. Aydındır. Yəni buradan da göstərdim nəyə görə toplamaq oldu. Bəzən uşaqların, məsələn, 4 kök altında 6 ilə 5 kök altında tutaq ki 3'ü toplamaq olmaz. Aydındır. Çünki bunların kök hissələri bir-birindən fərqlidir. Buradan uzağa kök altda 3'ü mötərizə kənarına çıxara bilərik. Başqa bir misal göstərək. Deməli, bu eninci dərəcədən kök, bəs necə vuruğu kök altından çıxarıq. Tutaq ki, bax, bizə belə bir ifadə veribdir. 4-cü dərəcədən 2 üstündə 7. Gəl görək bu necə çıxara bilərik. Biz bunu 4-cü dərəcədən 2 üstündə 4 vur 2'nin kubu şəklində yaza bilərik. Aydındırmı? Bunu da parçalasaq. 4-cü dərəcədən 2 üstü 4 vur 4-cü dərəcədən 2'nin kubu. Bunu əvvəlki dərsdə göstərmişəm. Bu 4 ilə bu 4'ü ixtisar eləsək, burada 2 qalar, kök gedər. Və 4-cü dərəcədən 2'nin nəyi qalar? Kubu qalar. Aydındır. Başqa bir misala baxaq. Tutaq ki, 5-ci dərəcədən
verib bizə x üstündə 17. Bunu necə yaza bilərik? Bax, burada x üstü 17-ni biz necə parçalamalıyıq? 5-ə bölünən qüvvət şəklində yazmalıyıq. Yəni, bunu x üstü 15 vur x kvadrat formasında yazırıq. Bunu da yenə ayırsaq, 5-ci dərəcədən x üstü 15 vurulsun 5-ci dərəcədən x-in kvadratı formasına düşər. 15 ilə 5 x-lar gedər, burada kök gedər və qalar x-in nəyi? Kubu. O da vurulsun 5-ci dərəcədən x kvadrat. Dediyim kimi, bu video həm 9, həm də 8-ci siniflərə aiddir. Bu isə 9-lara aiddir. Aydındır mı? Bu belə. İndi keçək nələrdən biraz danışaq. Vuruğun kök altına salınması. Məsələn, n-ci dərəcədən hər hansı bir a ədədi verilib. Buna tutaq ki, 3, ikinci dərəcədən olmasın, 3-cü dərəcədən 5. Bəs bu 3 bu kökdə xilas olub. Elə deyil, bu təkrar kökün altına salmaq istəyiriksə, belə salacaq. Bu dərəcəni yazıram bura və bu dərəcə 3-ün üstündə yazılır. Vurulsun 3-cü dərəcədən 3 üstündə 5. Daha doğrusu 5 oldu deyə. Bunu silək. 3-cü dərəcədən 5. Bu kökün dərəcəsini saxla. 3-ün kubu neçə edir? 27. Bilirik də, bunları birdən kökdə yaza bilərik dərəcələr eynisə. Bu da olar 3-cü dərəcədən 135. İndi biraz aşağı səviyyədə, yəni 8-ci sənif səviyyəsində də bu köklərlə tanış olaq, kvadrat köklə. Məsələn, 4 kök altında 3 veribsə, 4-ü kökün altına salanda kvadrata yüksəldib salırıq. 4-ün kvadratı neçə edir? 16. O da vurulsun 3. Kök 48. 5 kök altında 2. 5-i kök altına salmaq istəyirəmsə, 5-in kvadratı vur kök altında 2. Bu deyilir. Bir kökdə yazıram. 25 vurulsun 2. Kök 50. Aydındır mı? Bu da belə. Vuruğun kök altına salınmasını da bildi. İndi bax, bu ədədləri müqayisəndə bundan istifadə edəcək. Məsələn, bax, 3 kök 3. Üzr istəyirəm. Və 4 kök 2. Bu iki dənə ədədi müqayisə eləmək istəyirsə, bunları bir kökə salırıq. 3-ü salıram kökün altına. 3-ün kvadratı vur 3. Bu da neçə edir uşaqlar? Kök 27. Bunu da kök altına salsam, 4-ün kvadratı vur 2 şəklində. O da neçə eləcək? 16 vur 2, 32. Bu 27 bu 32-də nə oldu? Kiçik oldu. Aydındır. Yəni kök 27 kök 32-dən kiçik olduğuna görə bu da bundan kiçik olacaq. Aydındır mı? Sonra 3 kök altında 30 və 12 kök altında 2. Bu iki dənə ədədi müqayisə eləmək lazım. 3-ü kök altına salsam 3-ün kvadratı vur 30 olar. 12-ni kök altına salsam 12-nin kvadratı vur 2 olar. Aydındır mı? Bunu da hesablasam, bu 9 vur 30. Neçə eləyir? 9 30-a vuranda 270. Bu neçə eləyir? 144 vur 2, 288. İndi hansı böyüdür? Bu tərəf daha böyüdür. Kiçikdir işarəsi qoyduq. Deməli, bu da bundan kiçikdir. Yəni, ədədləri müqayisə olunan formaya gətirmək lazımdır. İndi başqa bir suala baxaq uşaqlar. Bu 9-cu siniflərə aiddir. 9-cu sinif. Məsələn, 4-cü dərəcədən 3 və 3-cü dərəcədən 4. Bu ədədləri gəlin müqayisə eləmək. Bunların dərəcələrini eyniləşdirməliyik. Bu ortaq məxrəc kimi baxırıq da elə bir bunlar. Ortaq məxrəcə necə gətirəndə məxrəclər bərabərləşdir. Bax, burada da eyni qayda. 4 ilə 3-ü eyniləşdirməliyik. Bunları ortaq məxrəc yox, dərəcələrin eyniləşdirsək 4 ilə 3-ü 12-yə gətirə bilərəm. 12. Deməli, buranı 3-ə vurdumsa, onda bu 3 vurduğum ədəd bu üçün qüvvəti şəklində yazılacaq. Və bunu necə yazacağım? Bu da 12 olmaq üçün 4-ə vuracağım bunu. 12. Bu da olacaq 4 üstündə 4. Aydındır mı? İndi bunları hesablasaq, aydındır ki, bu daha kiçik olacaq bundan. Bunun cavabı neçə ilə uşaqlar? Deməli, 12-ci dərəcədən 3-ün kubu 27. Bunun cavabı isə eləyir 12-ci dərəcədən 4 üstü 4. 64, 256. 4 vur, 4 vur, 4. Deməli, bu bundan nə oldu? Kiçik oldu. Aydın oldu. Deməli, bu ədədimiz də bu ədədimizdən kiçik olacaq. Bu belə.
Hə, sonra köklə bağlı bir də n-ci dərəcənin köklə bağlı misallar var. Məsələn, 29-cu suala baxın. Deyir, elə 2 dənə natural ədəd tapın ki, verilmiş ədəd bu ədədlər. Məsələn, kök altında 28. Hansı ədədlər arasındadır uşaqlar? Bu necə tapırıq? Bu ədədi kvadratları hansı ədədin kvadratları arasındadır? 28, 5-in kvadratı nəticədə 25, 6-nın kvadratı 36. Yəni hansı ardıcıl tam ədədlər arasında yerləşməyini tapmaq üçün 2 dənə ardıcıl ədəd tapırıq ki, onların kvadratlarının arasına düşsün bu 28. Deməli bu 28 5 və 6 arasındadır. Aydındırmı? Yəni 5,10 neçə təxmini. Və belə bir şey. Təxmini belə bir şey alınır. Sonra məsələn kök altında 85 ədədi. Kök 85-in hansı ardıcıl ədədlər olmasını necə taparıq? Ədədin ardıcıl ədədlərin kvadratlarına baxırıq. Məsələn 8-in kvadratı neçədir? 64. 9-un kvadratı neçədir? 81. 10-un kvadratı neçədir? 100. Baxan kimi görürük ki, bax bunların arasına düşür də 85. Deməli 85. Bax kök altında 85. Kök 100 ilə kök 81-in arasındadır. Elə deyilmi? Bu 100 nə deməkdir? 10. 81 nə deməkdir? 9. Demək kök 85 9 ilə onun arasındadır. Yəni bundan istifadə edərək həm də ədədin tam hissəsinin tapılmasından istifadə edirik də bu qaydadan. Məsələn, ədədin tam hissəsi nə idi? Ədədi aşmayan ən böyük tam ədəd. Aydındır. Məsələn, kök altında 51-in tam hissəsi necə tapırdıq? Kök 51 hansı tam ədədlər arasındadır? Kvadratlara baxırıq, 7 və 8-in arasında. 7-nin kvadratı 49, 8-in kvadratı 64. Deməli, bu 7 ilə 8-in arasında bir ədəddir. Yəni, təxmini qiyməti 7 tam neçə alınacaq? Elə deyilmi? Onda bu ədədin kök 51-in tam hissəsi neçə olur? 7. Kəsri hissəsini tapanda isə ədədin özündən onun tam hissəsini çıxmaq lazımdır və cavab olur kök 51 çıxılsın 7. Oldu mu? Bu belə. Mənfi bir neçədən mənfi ədədində tam və kəsri hissəsinə baxaq. Tutaq ki, bizə verib kök altında 41 mənfisi ilə veribdir. Burada nəyə diqqət edir? Bax, qurduğumuz cümləyə. Deməli, tam və kəsri hissəyə aid əlavə bir dənə də qısa bir video çəkəcəm. Amma elə burada izah verim. Məsələn, mənfi 7 tam onda 4-ün tam hissəsi kimi artıq biz mənfi 7 yox, mənfi 8 götürəcək. Bayaq cümlədə qeyd elədik ki, ədədin tam hissəsi nəyə deyilir? Ədədi aşmayan ən böyük tam ədəd. Aydındır. Məsələn, mənfi 7 tam onda 4. Mənfi 7 tam onda 4 buradadır. Elə deyil. Buradadırsa, tam hissə həmin o mənfi 7 tam onda 4-dən kiçik olan tam ədəd olmalıdır. Məsələn, burada neçə götürə bilərəm? Mənfi 7 tam onda 4 haradadır? Bu hissədədir. Elə deyil. Mənfi 8 haradadır? Buradadır. Hə. Deməli, mənfi 8, mənfi 7 onda 4, mənfi 7. Bu mənfi kök altında 41. Bunu keçdim ki, mənfi 7 onda 4-dən danışırıq. Mənfi 7 tam onda 4, mənfi 7 tam onda 4. Bunun solunda rastlaşdığımız ilk ədəd neçədir? Mənfi 8. Aydındır. Yəni, belə deyək də, biz bunun tam hissəsini mənfi 7 yox, mənfi 8 götürdük. Yəni, mənfi 7 tam onda 4-dən kiçik. Ən kiçik tam ədəd neçədir uşaqlar? Mənfi 8-dir. Oldu. Burada yəni biz bunu mənfi 7 götürə bilmərik. Çünki mənfi 7 bunun özündən böyüdür, sağındadır. Bu belə. Sonra bunun kəsr hissəsi ilə maraqlanaq. Mənfi 7 tam onda 4-ün kəsr hissəsi. Ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən, yəni mənfi 7 tam onda 4-dən onun tam hissəsini çıxırıq. Yəni mənfi 8-i çıxırıq. Bu da olur. Mənfi 7 tam onda 4 üzərinə gəlinsin 8. Burada neçə qalır? 0 onda 6. Yəni onda 6 və ya 5-də 3-dür. Oldu mu? Bu da belə. Biz bunu qısa şəkildə belə deyirdik də. Məsələn, mənfi 7 tam 4-də 3 veribsəm, tam hissə olaraq mənfi 8, kəsr hissə olaraqsa 4-də 3 yox, onun tamamlayıcısı. Yəni 4-də 3-ü vayda tamamlayırıq. O da neçə olur? 4-də 1. Bu 4-də 1 də niyə görə oldu? Onu da dedik də. Yəni, ədədin özündən onun tam hissəsini çıxırıq.
-8 çıxanda bu müsbət olur. 8 çıxılsın 7 tam 4-də 3. Aydındır. Bu da 8-i 7 üstə gəlinsin 4-də 4 şəklində yazırıq. O da çıxılsın 7 tam 4-də 3. Aydındır. 4-də 4 çıx 4-də 3 qalır. Bu da neçə eləyir? 4-də 1. Oldu mu? Bu da belə.